Asan Xidmət və Aidiya İctimai Birliyinin təşkilatçılığı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Asan Məktub Yaz Düşərgəsi 2 layihəsi baş tutub. Məqsəd uşaqların sosial, kommunikativ və yaradıcılıq potensialının inkişafına töhfə vermək, onların asudə vaxtlarının faydalı və interaktiv şəkildə təşkilini təmin etmək, eyni zamanda komanda işi və özünü ifadə bacarıqlarının genişləndirilməsinə dəstək olmaqdır. Düşərgəyə 1, 2 və 3 saylı uşaq evi sosial xidmət müəssisələrindən 8-14 yaş aralığında olan 50 uşaq cəlb olunub. 4 gün davam edən düşərgə proqramı çərçivəsində uşaqlar üçün sosial və fərdi bacarıqların inkişafına yönəlmiş təlimlər, ustad dərsləri, intellektual və interaktiv oyunlar, idman yarışları, yaradıcı və ekoloji fəaliyyətlər, tamaşalar və nağıl saatları təşkil edilib. Uşaqlara kitablar, məktəb ləvazimatları, məktəb formaları və digər hədiyyələr də təqdim olunub.